Və biz də tələbəlik illərində imtahan qabağı, imtahan materiallarını çox olduğundan ancaq onu oxuyur, ondan başqa heç nə düşünmürdük. İmtahan materiallarının içərisində də ancaq ayə, hədis, alimlərin sözləri, dini məsələlər, ancaq başın qarışırdı bu yazılara və yuxuya cürəbəcür şeylər gəlib girirdi. Gözəl şeylər, sahabələr, o dövrdə olan hadisələr və s. Bunlardan biri də, bax, indi danışacağım, yuxudur. Yuxuda gördüm ki, mən və başqa qardaşlarımız düz yolla gedirik. Çığırdı. Zakatala getmişsiniz. Görürsünüz orada ağaclar necə yolu tutub. Bəli. Ağacların altı ilə keçə-keçə o yolla gedirik. Yol qurtaranda gəlib çatdıq böyük bir qəsrə. Ağappaq qəsr idi. Qəsrin qapısının ağzında iki gözətçi dayanmışdı. Yerhamukallah. Gözətçilər bizi içəri buraxmadılar. Və biz başladıq içəri boylanmağa. İçərinin ağappaq olduğunu, içəridə gözəl bir çarpayı olduğunu görürdük. Çarpayının üstündə Şeyx Albani dirsəklənib uzanmışdı. Və bizi görən kimi gözətçilərə dedi ki, onları buraxın. Qoy gəlsinlər. Onlar mənim tələbələrimdir. Subhanallah, heç biz onun tələbəsi olmamışıq. Bizlərdən heç birimiz onu görməyib. Bizi içəri buraxdılar. Yuxuda ikən heç olmasa ayağımız ora dəydi. Və gəlib onunla muanəqa ilə görüşdük. Muanəqa bilirsiniz nədir? Çiyini çiyinə vurmaqla görüşmək. Biz belə görüşdükdə dedi, maşallah, siz bu Peyğəmbər s.ə.v-in sünnəsinə riayət edirsiniz. Bunu çoxları əməl eləmir. Çalışın Peyğəmbər s.ə.v-in hər bir sözünə, hər bir əməlinə riayət edəsiniz. Çünki elə bir sünnə yoxdur ki, getsin, onun yerini bidət tutmasın. Oyadın o sünnəni. Bir müddət onun yanında oturduq. Azərbaycan barədə söhbət elədik. Burada dəvətin necə getdiyi barədə söhbət etdik. Sonra durub çıxıb getmək istədikdə şeyx dedi, siz hara gedirsiniz? Bundan gözəl yer tapacaqsınız. Dedi, şeyx, biz oxumamışıq ki, o elmimizdən istifadə etməyək. Biz oxumuşuq ki, onu, bu haqqı, həqiqəti xalqımıza çatdıraq. Dedi ki, gedin, amma mən sizi burada gözləyirəm. Dəvətinizi başa çatdırdıqdan sonra yenə mənim yanıma qaydarsınız. Bura. Dedi, şeyx, inşallah Allah bizə nəsib eləsə, hamımız bura qaydacaq. Və Allaha and olsun ki, əgər biz Peyğəmbər s.ə.v-in yolunu tutub getsək, vallahi ki, biz də gedib həmin o əməli salihlərin yanına düşəcəyik, cənnətə.